Buna kadar olan texniki problemlere göre üzr isteyirik. Sizin tuvalete gedəndə ifraz elədiyiniz şey olsun İlham Əliyevin bu kanalları buranın əzizlərinin və özlərinin ağzına. İndi isə keçək başqa məsələyə. İndi isə keçək dərdimizə. Aya, qadın Ali. Ne oldu? Söyle görüm ne oldu? Ne oldu Qabil ne oldu? Söyle görüm ne oldu? Ne oldu? Söyle görüm ne oldu? Daha sonra ne oldu? Değerli əmətələrim, değerli soydaşlarım, peysər görmək istəyən bugün yayma gəlsin. Dişləyib çıxanları, anasının qarnında gündə 10 dənə xorenin mıxını dişləyib çıxanları görmək istəyirsinizsə, gəlin bugün efirimizi izləyin. Sizə görün nələr sürprizlər yaşadacağım, değerli həmvətənlərim, değerli soydaşlarım. Götünü bığlı qandonla qayırın, quru qayırın. Vəssalam. Götünü qayırır da, çumu şeydir dana, götünü qayırır da hamı. Güya hamının kaseti yoxdur əlində. Hələ bir də Trump'dan deyəcəm. Ooo, ürəyimi yağ əriyir. Ad oluram, xürrəm oluram. İlhamın işinin göt baş gedəndə işlər. Evlərə şənlik kızımız var bizim de onda. Daha yok, evlərə şənlik kızınız var bizim de onda. Yok, elə demeyin de. Evlərə şənlik. Ay yobana kaç kaldı. Ya bununla birazdan danışalım. Dinle. Ay seni Putin. Putin. İlham Əliyev. İlham Əliyev niye kulaklarını çəkifdi? Niye kulaklarını çəkifdi? Daha doğrusu Putin niye İlham Əliyevin kulaklarını çəkif? Dalba yok. Ahmak. Ben diye dağası gülüm olanın başına külüm olan. Ben de meselenirsiniz iyilədir. Mənə inanmırsınız. Bana inanmayana lanet. Ben diyende ki ağası gülüm olanın başına külüm olan. Hemen diyende ki bardan diskotekadan çıkan adam marşal Ali Başkomandan olanda o institutlarda da tuvaletlerde de cütleşenler gelip kimya hizmet reis olacak. Hamısı pencək polkovnikler, kadr polkovnikte, general olası adam da kadr qalıb da Almanya'nın düzünde efirin qabağında radiasiya qəbul edirəm mən də burada. Görsə bir dəhşətli məzəli xəbər, duzlu xəbər çatdırım sizə. Deyirəm TikTokerlər keyfdədir, bunlar hamısı paylaşacaqlar. Qabil sizin burnunuzdan töksün, yiyib içdiyinizi. Gəl bir Müdafiə Nazirinə bir vazı iynəsin vurumdan, vurunma. Gürcistan büyün hal-hazırda bu dəqiqələrdə böyük, çox böyük miting eləyir. Gürcü xalqına da uğurlar arzulayaq. Sabahçı dünyanın seçimi, Amerikanın seçimi, sabahçı seçim başlayır. Və Kamala Harris'e, Kemale Hanım'a da başarılar diləyək. İnşallah sabah şampanskını alacağım. Baktım dünenleri 2.50'ye var idi, 3.50'ye var idi. Uzun sözün kısası, değerli həmvətənlərim, buradan pox iyisi gəlir. Görürsünüz mü? Cəbhəçilər oğurluğu da bacarmırlar. Bizi o Elçi bəy niye çok istəyirlər? Elçi bəy zamanında Elçi bəylə hər kəs nəm rayonda nəm gelir, küçüyə çıxır navşan gördün Elçi bəy Tamara qovalayır, piano olub. İndi ona göre çok istəyirsiniz. Biraz xalqın içindəydi, cana yaxın idi. İnsanlar özünü bir kişi hesab edir. Toyda üçlük pul səpə bilirdi ya. Elçi bəy reislər gəlib Bismillah'tan salam verir da adama. Kəndə icazə ilə girir da məhəlliyə. İlham gəldi belimizi qırdı, eləmi Heydər İlham, eləmi? Narahat olmayın, bu xalqın qaməti düzələcək. Bu xalqın qaməti düzələcək, narahat olmayın. Getdik. Cicdallaq oğlu, cicdallaq. Biznesləri bir dilə ilə qayrışırlar sadəcə. Belə eləyirlər.
kuş olur, yalan açtım, göçeydim çiçek göçtüm. Gözlerinde size kaçtım, sizinle görüşe geldim. Bir kuş olur, yalan açtım, göçeydim çiçek göçtüm. Gözlerinde size kaçtım, sizinle görüşe geldim. Allah Allah. Derd hala burası değil. Derd orasıdır ki, yadınızdadır da bir ara İlham Əliyev axmaqlıq eləyirdi. Bir ara. Hətta Heydər Əliyev də axmaqlıq elədi. Deyəcəksin, niyə? İndi Heydər Əliyevin vaxtı biraz qarışıq vaxta düşdü. Bir hissəsi. Ama İlham Əliyevin vaxtı cahanlıq vaxtına düşdü axı. Ya sual ortaya çıkır. Bakın Heydər Əliyev Şəmkir Korpusunun komandirini öldürttürdü. Heydər Əliyevin tapşırığıyla Çingiz Mustafayev öldürdü. Birbaşa Necməddin vurdurdu onu arkadan. Heydər Əliyevin tapşırığıyla bizim o dünyada söz diyen lotular öldürüldü. Heydər Əliyevin tapşırığıyla, İlham Əliyevin tapşırığıyla Monitor jurnalının rəhbərindən belə çok adamlar öldürüldü. Niye uzağa gedirsiniz? Elə Rahil Rzayev bu hava hücumundan müdafiə generalı öldürüldü. Niye uzağa gedirsiniz siz? Dostlar, İlham Əliyevdən, İlham Əliyevin narkotik özü daşıyası deyil ki, nazirlər vasitəsilə daşıyır. Üstəlik də terör örgütlərinə silah daşıyır. Hava hücumundan müdafiə qüvvələrinin komandanı demişdi ki, təyyarələrin hamısına baxış keçirəcək. Bizim qurum baxış keçirməlidir. Ona görə də öldürdülər. İlham Əliyevin istəyinlə, arzusunla. Hansı ölümü də İlham Əliyev öz üzərinə götürübsə, o ölüm açılmayıb ya da günahsız bir adamın boynuna qoyulur. Nərmin hadisəsi kimi. Əziz həmvətənlərim, elə olur ki, bir gündə 3 adam ölür, 5 adam oğurlanır. Bax, sizə deyirəm ha, sizə. Elə adam olur, elə gün olur ki, bir gündə 5 nəfər oğurlanır. Yaxşı, qardaşlar, bu qədər ölüm, itim, bir dənəsini İlham Əliyev öz üzərinə götürübmü? Mənə deyin də, bir dənə ölümü öz üzərinə götürübmü? Bəs niyə Nərmini öz üzərinə götürdü? Nərminin orqanları Mehribanın atasında getdi. O biri dünyaya. Orqanlara. Nərmin də orada yatmır. O uzun Qazaqda bir gəlindir, gətirib soxublar ora. Ölən meyit kısalır, bu 60 santimetre uzanıb. Ay kişilər. Qardaşlar, o Nərminin də sadəcə paltarlarını geyindirblər ona, yarı yanan, yarı nə bilim nə. O zaman Beyler Eyyubov Heydər Əliyev öldürdü. Birbaşa öldürdü. Müəyyən zəhər var. Verirsən bak, ürək birbaşa vurdu, ürəyindən öldü. Amerika'ya kadar yalandan dediler, Amerika öldürmemiş Beyler Eyyubov onun yanına el çəkmədi. Adama deyirlər, ağzına şeyliyim senin. Bu Heydər Əliyevin eşşək boyda oğlu var. İlham Əliyev. Bu Heydər Əliyevin əcdaha kimi 1000 adamı suya susuz aparıb susuz gətirən kızı Sevil Əliyeva var. Adama deyirlər, bu Heydər Əliyevin Cəlal Əliyev kimi, canavar kimi Mirşahinə Mirfayişə deyən qardaşı var. Beyler, götün dabanına deyə-deyə öldürüb, bastırıb, xaladenika qoyub, bütün hər şeyi eləməmiş, niyə Heydərin götünü buraxmadı? O təmiz söhbət eləyir. Dök, mən prezident oldum. Elə bil ki, mən prezidentim. Allah göstərməsin. Mən bu və digər şəkildə öldüm. Elə bil ki, öldüm. Fikir ver ha. Deməli, mənim axranam, məni mühafizə eləyən adam, məni oğlumdan qoruyur, qızımdan qoruyur, ailəmdən qoruyur, qardaşımdan qoruyur, məni aparır, xaladenika soğur, Amerikaya aparır, 2 təyyarə gəlir, Türkiyə, Amerika, bir-birini azdırır, nə bilim neyini. Belə oyun olar ha. Belə oyun olar ha ki. Ərəb gəlir, anamızı, başımızı qayırır, o ərəbin qayırdığı hamısı anamız, başımız deyə. İlham Əliyev birazdan danışacağım. Otel açdı.
Bu gün getdi ərəblərin otelini açdı, Pakistanlıların ərəblərin otelini açdı İlham Əliyev. Elə belə gəlməmişdi, o şərifdir, nə bilim, şərifdir, şahbazdır, nə bazdır. Bilmirəm, o gəldi otel açılışlarına gəldi. Bəli, o təyyarə ilə gələcəklər, Pakistanlılar bazlığa, şaqqıdadacaqlar orada Azərbaycan qızlarını, qayıdıb gedəcəklər. Bəli, bəli, Azərbaycana ən çox turist gəlirdi. En çok turist 4 yerden gelirdi. Hakimiyet dediği turist ha. Bir, Rusya'dan. Onlar turist değil. Onlar bizim kardeş bacılarımızdı. Orada hamballığa gitmiştiler. Çörek pulu getirdiler ailelerine. Sezondan sezona gelirler. Onlar turist değil. Demeli Rusya değilmiş. Ha, kardeşler. Hansı götoğlu göt, Vova, Sasha, Petrov, Ivan, Natasha, Galina, hansı Petuq gələr Azərbaycana? Hansı gicdallaq Rus gələr Azərbaycana, ha? Mənə deyin görüm kim gələ bilər? Azərbaycana getdin, qəbirstanlığa getdin ziyarət eləməyə, ya ağlamağa, bunun fərqi yoxdur. Ağlı olan gicdallaq Azərbaycana gələrmi? Azərbaycandan baha yox, yer yox, Azərbaycandan atanşki yer yox, Azərbaycandan vahiməli yer yox. Azərbaycan Bakının neftini, iyisini iliysən adamın sıçmağı gəlir. İlk dəfə mən hər məkdə intihazada gələndə Bakı neftini iliyəm, ay Bakıya gəlirəm, nə mındar ilənir hə? Cəmaat Bakıdan qaçmaq istəyir o iydən, sadəcə imkan yoxdur, pula dilənməyə dirənir cəmaat, hamballığa dirənir cəmaat. Eləmədən, olmur belə. İndi ərəblər narazılıq elədi bəziləri, bəli. Üstəlik də Bakıda bazlıq eləyəndə biraz alınmır da. Cəmaatın Sibrizdir, nə şey başıdır. Cəmaatı onunla başını qatırlar, altında hərbi baza tikirlər. Altında hərbi baza tikirlər. Və bütün Qarabağı otellər, restoranlar, nə bilim, qəhvəxanaya döndəriblər Qarabağı. Bax, bel deyəcəm, bax. Üzünə İlham Əliyev sən. Ayırtlayacam, bəlğəmli zadlı tüpürəcəm. Oğraşsan sən. Bormuqdan əmələ gələnsən sən. İnduksan sən. Kaşqaldaqsan sən. Təşəbbih, şəbbih, çuçila. İlham Əliyev. Səndə sünnətədi qədər kişilik haçan olacaq. Sən haçan adam olacaqsan. İlham Əliyev, pus sənin kişiliyinə soxum sənin. Qeyrətinə soxum sənin. Oğraş, cındır, ay alçaq. Qüsura baxmayın. Ay polislər, ştatınızı sikim sizin. Arvadınızı sikim sizin. Ana bacınızı sikim sizin. Başda vilayət Eyvazovdan tutmuş, axırıncı Naxçıvanda o küçdə sədərəkdə duran polisə qədər. Hamınızın arvadınızı, qızınızı sikim. Hamınızın ananızı, bacınızı sikim. Xalq məndən söyüş tələb edir. Mən də söyüdüm. Mən də söyüdüm. Xalq nə tələb edir, mən onu eləməliyim, qardaş. Qüsura baxmayın. Xalq burada desə ki, vızqırt buradan qabir, axşamüstü zəvzimə, zəhləmiz döymə. Mən vızqırdıq gedəcəm burada. Qüsura baxmayın. Mən xalq nə deyirsə, onu eləyirəm. Sabah da hökumətin başına gələndə xalq nə deyirsə, onu eləyəcəyəm. Vəssalam. Azlıq çoxluğa tabidir. Yarıdan çox İlham Əliyev, yarıdan çox insan desə ki, İlhamı söymə, söyməyəcəm. Söyürəm zaten. Vəssalam. Qutardı. Qutardı. Daxili İşlər Nazirliyi, ştatınızı sikim sizin. Daxili İşlər Nazirliyində xalqa zülm eləyən polislər, oğraşlar, şərəfsizlər, pagon taxan, polis pagonlu taxanlar, hamınızın arvadınızı, ananızı sikim sizin. Vəssalam. Sağ olun, salamat qalın. Bağışlayın bir dəqiqə. Məndən inciyənlər oldu yəqin. Ay polislər, arvadınızı, qızınızı, Daxili İşlər Naziri qarışıq. Arvadınızı, qızınızı qabil sevənlər siksin. Yaxşı, baxaq.
İlham Əliyevin bunu yenə göstərəcəm, üzürlü hesab edin, üzürlü hesabını yenə göstərəcəm. Dəyərləmə bayaq göstərmişəm, indi yenə göstərirəm. Dostlar, qardaşlar, İlham Əliyev bilirsiniz, bütün cinayətinə, nəslini, kökünü, evlatlarını İlham Əliyev öz cinayətinə ortaq elədi. Hətta bu azmışmı kimi İlham Əliyev, Mikaildan əlini də öz cinayətlərinə ortaq elədi, o körpələri. Bu azmışmı kimi Əminəni də öz cinayətinə ortaq elədi. Yəni İlham Əliyev qızını, Leyla, Cəmilə ilə Əminənin 2 qızı olubdur. İlham Əliyev ümumilikdə 80-dən çox evladı var. Elə hansı nazir, məmur var, arvadı qızı xoşuna gəlir, basır doğuzdurur İlham Əliyev. İlham Əliyev beyni qurmuş, narkotik aparmış adamdır. Və deyələm, İlham Əliyev Cəmilənin yanına gedirdi, bəhanə eləyirdi, qızı görməyə gedirəm. Ona görə Mehriban Əliyeva qızı aldı. Leyla Əliyevaya evlatlığa verdi ki, hər ikisini. Cəmilə ilə İlham Əliyevin əlaqəsi kəsilsin. Çünki Cəmilə çox gözəl idi. İlham Əliyev onun hamı bilirdi, elə Mehriban da özü də bilirdi ki, Mehriban Əliyeva Cəmilənin əlinə su töyməyə də yaraşmazdı. O qədər gözəl idi. Boy onda, puxun onda. Mehriban Əliyeva nədir? Hamısı plastik hər yeri. Əgər bir ölkənin ki başında götünü, arvadını qumara qoyan adam durdusa, bundan artıq nə gözləyirdiniz siz? Nə gör? Qalıbdı Avropa ilə Rusiyanın arasında. Qalıbdı Erdoğanla İsrail arasında. Türkiye ilə İsrail arasında. Qalıbdı İranla İsrail arasında. Qadan qaldı. Başına dönün. Belə prezident mi olar? Bu udsan da bir amalın olmalıdır, bir yolun olmalıdır. Ya axıra kimi diktator da olsan, heç olmasa Orta Asiya diktatorları kimi biraz şərəfin olsun. Heç olmasa Kim Chen kimi biraz şərəfin olsun. Diktator el olar. Yoxsa sənin ki, sən bir dənə prezident o diktator ölkədə bir dənə olar. Qalan məmurlar milçək qoalayan olar. Amma sənin hər rayonunda 10 dənə diktator var. Deyirsən prezidentə şikayət eləyəcəm, deyirəm prezidentini də belliyim, arvadını da get. Bu nə demək? Bax siz getmişsiniz, bu misalı bir dəfə də çəkmişəm, bir də çəkirəm. Sizin uşağınız sizə şikayət edir. İlham Əliyev qızını boşadı İlham Əliyevin. İndi İlham Əliyevin arvadınla da yatır. İlham Əliyevin götü çatmır dillənməyə. İlham Əliyev petuxdur. İlham Əliyev, tüz sənin kişiliyinə tüpürümə. Sən arvadlarına mı öyrənirsən yatanda belə uğraşdıqları? İlham Əliyev, yatanda arvadına mı öyrənirsən?